Bugün birlikdə gecələyirik. Bu arada saçıma yağ maskası eləmişəm, vitamin Y və yağ maskası. O görə deməyib bu başı niyə belədir. İlk iş olaraq əlbəttə ki, nə edirik? Kompüterimin səsi gəldiyinə görə başlayırıq. Demək, ilk olaraq timerımı açıram. Arama motorunu açıb timer yazıram və çıxan ilk şeydir. Saatımda saat yazıram, online saat çıxan ilk şeydir. Yəni özəl bir proqram işlətmirəm. Timerın səsi gəldiyinə görə başladıq. İş olaraq nə edirik? Plan edirik ki, bugün nə edəcəyik? Planlamanı necə edirəm? Əgər bunu da bölüşməyimi istəyirsiniz, rəylərdə mənə yazmağı unutmayın. Buna da uyğun detallı bir video çəkərəm. Bu arada dərs oxuyanda yanınızda həmişə bir stəkan su olsun. Çünki su suslamaq istəyəndə qalxıb, ay 2 dəqiqə TikToka baxım, konsentrasyon getdi, olmaz. 1 saat 17 dəqiqədir speaking praktis eləyirdim. Mövzum AI-ın yaxşı və pis yanlarıdır. Saat qrammatika təkrar elədim. İndi sizə kanalı da göstərəcəm. Bu kanaldan elədim, müəllimim göndərmişdi və mən həqiqətən bəyəndim qadın izahını. Çox sadə izah eləyirdi. Sizə göstərdiyim videodan əlavə bir də özümün ingilis dil kitabından, English File-dan bir dənə qrammatika işlədim. Too, too much, too many, enough bunları işlədim. Bir də reading elədim. Belə bugünü də 2 saat 30 dəqiqə ilə bitirdik. Çox belə dərs oxuma videoları üçün hesabımı izləməyi unutma. Hələlik.